15 dekabr Qırmızı Ürəklər Fondunun yaş günüdür və biz bugün 4 yaşımızı qeyd edirik. Bugünkü yaş günümüzdə biz könüllülərimizi, donorlarımızı, benefisiarlarımızı və tərəfdaşlarımızı ətrafımıza toplamışıq. Bu bir il ərzində biz ətraf mühit, cəmiyyət, heyvanların müdafiəsi istiqamətində müxtəlif səpkidə layihələr həyata keçirdik və bugün bunun hesabat təqdimatını elədik. Yaxşılıq etmək üçün hardasa olmağa məncə ehtiyac yoxdur. Hər gözəl işin arxasında gözəl insanlar dayanır. Çox sağ olun ki, dünyamızı gözəlləşdirirsiniz. Bu bir il ərzində 1.870.000 ianəni 4.500 donorun dəstəyi ilə toplamışıq. Və biz 196 könüllünün, qırmızı ürəklərin iştirakı ilə 4000 ailəyə, benefisiara sosial fəaliyyətlərimiz istiqamətində müxtəlif dəstək tədbirləri həyata keçirmişik. Təbii ki, bu istiqamətdə görülən işlər qırmızı ürəklərin və qırmızı ürəklərlə bir yerdə addımlayan şəxslərin əməyinin bəhrəsidir. Bunların heç biri statistik quru rəqəmlər deyil, hər biri həqiqi, gerçək insan həyatıdır. Bugün Retars Fondunun 4 illiyini qeyd edirik və burada olmaq mənim üçün çox xoşdur. Onların layihələrində iştirak etmişəm və insanların həyatlarını həqiqətən necə dəyişdirdiklərini görmüşəm. Bu bizə ilham verir və daha çox kömək etməyə motivasiya edir. Çox şadam ki, bu ailənin bir üzvüyəm.